Salam, hər vaxtınız xeyir olsun, əziz tələbələr. Mən riyaziyyat və informatika müəllimi Adil müəllim. İnşallah bugünkü informatika dərsini, daha doğrusu həm bugünkü, həm bundan sonraki informatika dərsini sizlərə mən tədris edəcəm. Çıxdığınız bu yolda hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, sonda hər biriniz imtahan mərhələsini uğurla keçərsiniz. Kiminsə nəsə informatika ilə bağlı sualları varsa buyursun verə bilər. Yoxdursa, bu gün inşallah bizim dərsimiz olacaq hardware. Nəzəri bir dərsdir. Buradan sizi qəbulda 2 dənə sual gözləyir. Əlimdən gəldiyi qədər nəzəri dərsləri doğru şəkildə izah eləyəcəm ki, siz bu dərsləri dəfələrlə video dərsə baxıb, nə bilim kitabdan, PDF-dən oxuyub əziyyət çəkməyəsiniz. Kiminsə nəsə bir sualı varmı? Səsim gəlir sizə ümumiyyətlə. Bəli, gəlir. Səs yaxşıdır. Salam Hə, Adil görün. müəllim, salam Salam, salam. hörmətli iştirakçılar. Səsiniz gəlir, Salam bəli. aleyküm. Gəlir səs. Əla. Görüntü necədir bəs? O da əla, görürük. Əla. Bəli. Belə. Bir daha salamlayıram hər kəsi. Demək, informatikadan inşallah sizi imtahanda 15 dənə sual gözləyir. Tamam. Yəqin ki, az çox məlumatınız var ki, informatika daha çox istər magistrda, istər dövlət qulluğunda daha çox humanitar yönümlüdür. Bu, belə deyək, humanitar yönümlü olması nə deməkdir? Bu o deməkdir ki, yəni biz belə deyək, həddindən artıq dərs oxumalıyıq. Yəni tələbə olaraq, tələbələr olaraq. Burada bildiyim qədərilə hamı işləyən şəxslərdir, hamı belə deyək, məşğul olan şəxslərdir. Bunun üçün də mən düşünürəm ki, burada müəllimin üzərinə biraz daha çox yük düşməlidir. Müəllim biraz daha çox məsuliyyət dərk etməlidir. Nədir söhbət? Mən inşallah indi özünüz görəsiniz. Bu nəzəri dərsləri hamısını həyatda bizim bildiyimiz belə deyək, bilgilər əsasında sizə öyrədəcəm. Heç bir ağır terminlərdən, heç bir ağır, nə bilim, elmi cümlələrdən istifadə etmədən. Bu gün 2 dənə əsas şey öyrənəcəyik. Birinci, kompüter nəsilləri və bu nəsillərdə baş verən hadisələr. İkinci, kompüterdə xarici qurğuları olan giriş-çıxış qurğularını aid etmə. Yəni bizə qurğu təqdim ediləndə biz bilməliyik ki, bu girişdir, yoxsa çıxış qurğusudur. Bugünkü işimiz, yəni bugünkü missiyamız bundan ibarətdir. Sonda hər biriniz öz fikirlərinizi deyə və öz fikirlərinizi sual verə bilərsiniz. Bir də xahiş və tələbim budur ki, dərsin gedişatında belə kimin nə sualı olsa, düşünməsin ki, mən müəllimin sözünü kəsmiş oluram. Mütləq soruşun. Bu sizin belə deyək bir nömrəli haqqınızdır. Deməli, informatika 3 dənə bölmə öyrənir. Hardware, software, brainware. Biz brainware, yəni alqoritm bölməsini sizi ilə keçmirik. O adətən düşmür. Yəni BB indi aranızda başqa kateqoriya üzrə gedən olsa əlavə dərslər keçiriləcək təbii ki onlara. Ona görə narahat olmayın. Yerdə qalan software-də ancaq biz başdan ayağa proqramlardan danışacağıq. Hardware isə qurğular, onların təsnifatı və qarşılıqlı əlaqəsidir. Hardware dərsimizdir bugünkü dərs. Başlığı belədir. Hardware, mötərizə, qurğular. Dediyim kimi bugün əsas kompüter nəsilləri üzərində danışacağıq. Əvvəllər dövlət qulluğu belə deyim imtahanlarında istifadə olunmasa da artıq demək olar ki, bu ildən dövlət qulluğuna kompüter nəsillərindən də sual düşür. Baxın, fikir verin, bax burada heç bir dənə də olsun bir üstə gəlinsin, bir belə yoxdur. Dediyim kimi dərs başdan ayağa nəzəridir. Ümumilikdə 40-45 səhifəlik belə deyək, kitabda belə deyək, mövzunu əhatə edir, yəni səhifə əhatə edir. Amma indi özü də görərsiniz ki, biz bunu heç hiss eləməyəcəyik. Hardasa bir yarısına qədər keçəcəm mən bunu inşallah sizə. Siz hiss eləməyəsiniz ki, biz 20 səhifəlik bir dərs keçdik. Deməli, bax dərsimiz başlayır buradan. Kompüter nəsilləri. Ümumilikdə kompüterin 4 dənə nəsli var. Heç bir halda mən belə bəzəkli, düzəkli, belə deyək, slaydlar, təqdimatlar düzəldərək heç kimin gözünü boyamaq fikrində deyiləm. Biz hardware dərsini inşallah sizi ilə bugün sanki özümüz yazacağıq. Yəni məsləhətləşəcəyik ki, bu hardware-ni biz yazsaydıq necə yazardıq? Həqiqətən görə bunu eləyə bilərik. Deməli, informatika proqramında kompüterin 4 nəsli sizin qarşınıza çıxa bilər. Deməli, birinci nəsil, ikinci nəsil, üçüncü nəsil, dördüncü nəsil. Yazdığım yeri görürsünüzmü hal-hazırda ağ lövhəni? Bəli. Əla. Baxın, birinci sizdən nə soruşa bilər? Kompüter nəsillərinin element bazaları. Soruşacaq məsəl üçün, filan element bazası hansı kompüter və yaxud neçənci kompüter nəslinə aid? Bax, yenə də deyirəm, elə bilin ki, biz bu mövzunu özümüz yazırıq, şuurlu şəkildə. 4 dənə kompüter nəsli var. 1, 2, 3, 4. İndi sağ tərəfdən yazıram.
Bu kompüter nəsillərinin birinin element bazası böyük integral sxemlərdir. Başqa birinin element bazası deməli yarımkeçirici diodlardır. Başqa birininki elektron lampalardır. Başqa birincisi isə sadəcə integral sxemlərdir. İndi baxın, hər şeyi qoyduq kənara, kitabı, nə bilim, elmi və s. Sizcə bu qurğuların içində, ondan qabaq bir sual verim. Sizcə birinci nəsil kompüterlərin qurğuları daha təzə olar, yoxsa dördüncü nəslin? Yəni daha müasir olar. Dördüncü. Ay Dördüncü sağ ol. nəsil. Bəli, təbii ki, dördüncü nəslin. Əla. Sizcə bu qurğuların içində ən köhnə qurğu hansı olar? Diod. Lampa. Lampa. Lampalar. Lampalardır, Lampa. bəli. Ay sağ olun. Lampa deyəndə o keçmişdə nənələrimizin neft lampaları adamın yadına düşür. Bəli. Ona görə də birinci nəslin element bazası elektron lampadır. Yenə də deyirəm, bax ona görə başlıqda dedim ki, sizin bu günə qədər əlinizdə olan şeylər mənə kifayətdir ki, biz bu dərsi öyrənək. Əlavə heç bir terminə ehtiyac yoxdur. İkinci, bəlkə də kimsə nə vaxtsa qarşılaşıb sayırıq, mono, di, tri, tetra. Onda di neçə demək olur? O kimyada adətən keçirlər bunu. Di 2 deməkdir, düzdürmü? Ona görə diod, görürsünüzmü? İkinci nəslin element bazasıdır. Çalışıram ki, hər bir sualın içinə bir dənə açar söz qoyaq ki, o bizə cavabları avtomatik versin də, durub saatlarla oxumayaq. Bəli, di2 deməkdir, diod. Deməli, diodlar və yarımkeçiricilər, ikinci nəslin element bazası. Yerdə qaldı böyük integral sxemlər və integral sxemlər. Bunu da necə yadda İntegral saxlayasan? sxemlər. Ay sağ ol, böyük integral sxemi qoy 4-ə, çünki burada ən böyük 4-dür. Adı üstündə böyük integral sxem. Bir dənə də bura istəsəydi, istəməsə də sadəcə qalır integral. Bax bu qədər sadə. Əgər Müəllim, sən ikidə tranzit. necə Lara? Salam Adil müəllim, Salam, necəsiz? salam, necəsən? Yaxşıyam, çox sağ olun. İkidə tranzitorlar da var idi da. Hə, Səhv yarımkeçir eləmirəmsə. diod və tranzistorlar deyilir onlara. Aha. Çox vaxt Aha. diod verirlər. İndi testlərdə tranzistordan da danışacağıq. İki addır, yəni Yox, əsas mərkəzdə siz yazılır. diodu, bir də yarımkeçiricini yadda saxlayın. Nadir hallarda da o sonranın işidir, narahat olmayın. Diod və yarımkeçirici. Bu yarımı da bəzən çox vaxt tələbə qarışdıranda ən pis hallarda, yəni ən pis ehtimalda bir şeyi yarım böləndə o neçəyə bölürük? Yenə də 2-yə bölürük də. Görürsünüz, burada yenə 2 sözü var. Bax belə yadda saxlaya bilərsiniz. Bu getdi. Yəni gördüyünüz kimi burada çətin heç bir şey yoxdur. İndi keçdik ikinci məsələyə. Bax bu birinci təsnifat nə oldu? Nəsillərin element bazası. İkinci gəlir, təbii ki bu kompüterdirsə bunun bir yaddaşı olmalıdır. Buna da deyilir xarici yaddaş qurğuları. Deməli ikinci nəslin, daha doğrusu ümumiyyətlə nəsillərin hər birinin xarici yaddaşı var. Yenə də mən kitabdan, elmdən istifadə eləmirəm. Sizlə məsləhət edirəm. 4 dənə kompüter nəsli varsa, 4 dənə də bunun xarici yaddaşı olmalı. Bu yaddaşlardan biri flash kartlardır. Flash kart. Bu yaddaşlardan biri perfo kartdır. Perfo kart bildiyiniz kartondur. Düşünün ki, kartondan yaddaş kimi istifadə ediblər. Sonra bunlardan biri diskdir. Disk. Biri isə maqnet lentidir. Bax, yenə sizdən soruşuram. Sizcə bunların içində ən köhnə qurğu hansıdır? Pervokart. Ay, Kağızlar. bəli, kağız. Hə. Görün oradan nə qədər bizim əlimizdə imkanlarımız məhdud olub ki, biz yaddaş kimi kardondan istifadə eləmişik. Bax, görürsən, kardon, perfokart. Bəli, birinci nəslin xarici yaddaşı perfokartdır. Əla. Və kim deyər, flash kart neçənci nəsildə çıxar ortaya? Sonuncu. Dörtdə Bəli, dörd. sonuncu nəsildə. Çünki bu daha müasirdir. Flash kart. Maqnet lenti. O toy kasetləri var idi. Xatırlayırsınızmı? Toy kasetlərimiz. İkinci Bəli, bu nəsil. nə çox köhnə deyil, nə çox təzə deyil. Ortalarda bir yerdədir. Məcburuq ki, onu qoyaq ikinci nəslə. Maqnet lenti. 3-ə də qaldı maqnet diski. Bax, bu da belə. Sual var bura qədər? Yoxsa davam edək. Və bir dənə bir şey qaldı.
Bu da hər bir kompüterin görə biləcəyi işdir. Çünki biz kompüterləri öz məqsədlərimiz üçün yaratmışıq, belə deyək, ərsəyə gətirmişik. İndi təbii ki, aydın məsələdir ki, birinci nəsil kompüterin gördüyü işlə dördüncü nəslin gördüyü iş arasında yerlə göy qədər fərq var. Bunu uşaq da bilir. Amma bunu necə yadda saxlaya bilərik? Uşaq demişkən, elə bilin ki, birinci nəsil kompüterlər elə birinci sinifə gedən uşaq kimidir. Bu da yazım ki, Hmm. gördüyü işlər. Hə, birinci sinifə gedən uşağa nə öyrədirlər? 2 üstə gələk 1, nə bilim 1 vuraq 1. Ona görə də birinci nəsil kompüterlər yalnız riyazi hesablamalar həyata keçirir. Riyazi hesablama deyəndə integral, limit və s. kimi şeylər yox ha. Üstə gələk, çıxaq, nə bilim, ən yaxşı halda vuraq və s. Adi hesablama. Bəli, adi hesablamalar, yəni 4 hesab əməli, başqa heç bir şey. İkinci nəsil kompüterlər həmin bu uşağın ikinci sinifə keçməsi kimidir. Bayaqdan ancaq toplayıb çıxa bilirdisə, indi başlayır yavaş-yavaş oxumağa. Yəni ikinci nəsildə həm də mətn tipli informasiyanı emal etməyə başladı. Üçüncü nəsil kompüterlər haqqında sonra danışacağım. Buradan keçirik 4-ə, 3-ü boş qoyuruq. Yadınızda saxlayın ki, 4-cü nəsil kompüterlər, daha doğrusu 4-cü nəsildə yarandı fərdi kompüterlər. Bu belə FK kimi yazılır. Yəni bunu bəzən magistr tələbələr futbol klubu oxuyurlar. Bu yəni futbol klubu demək deyil. Bu fərdi kompüterdir. Yəni bugünkü bizim istifadə etdiyimiz kompüterlər. Bir də onun içində yarandı mikroprosesor. Mikroprosesor. İndi sual verə bilərsən, ay müəllim, bəs biz üçün gördüyü işləri niyə demirik? Yadınızda saxlayın ki, 3-cü nəsildə görülən işlər 4-dən çox deyil ha. Prosta kitabda çox qeyd olunub. Yəni kitabda adları qeyd olunub 3-ün, 4-ün qeyd olunmuyor. Amma qeyd olunsa 4 daha çox iş görür. Deməli, 3-cü nəsildə yarandı multi-proqram rejimi. Yəni bir neçə proqramdan eyni anda istifadə. Əməliyyat sistemi. Ümumiyyətlə proqram yarandı 3-cü nəsildə. Bütün proqram sözlərinin hamısının cavabı 3-dür. Sonra burada yarandı klaviatura və monitordan eyni anda istifadə etmək. Modul prinsipi. Sizə bunun öyrənməyin ən gözəl yolunu deyirəm. Biri bildin ki, riyazi hesablamadır. İkini bildin ki, mətn tipli informasiyadır. 4-də də kompüterlər yaranıb, artıq müasirdə. Yerdə qalanlar. Bəli, yerdə sənə tanış olmayan bütün sualların cavabı hamısı 3-dədir. Bu qədər sadə. Baxın, yəni əmin olun ki, bax bu balaca bir cədvəl, bax balaca bir cədvəl. Kitabla bunu eyni tərəziyə qoysaq bir 10 səhifəlik dərsdir. Fərqi yoxdur, biz inşallah Word keçəcəyik sizlə, şəbəkə keçəcəyik, nə bilim, PowerPoint keçəcəyik. Mənə fərqi yoxdur. Mən istənilən mövzunu hesablama olsun, nəzəri olsun. Yəni belə biraz eqoist səslənməsin. Mən deyirəm. Təbii ki, bu Allahın bizə bəxş etdiyi bir, necə deyim, nemətdir. Elə bir formada sizlərə çatdıracağam ki, siz elə biləsiniz ki, illərdir bu işin içindəsiniz. Əsas sizdən tələb olunan dərslərə qoşulmaq, qoşulmadığınız halda da video dərslərə baxmaq. Yəni heç bir şey etmədən, burada təbii ki, hamınız məndən dəfələrlə savadlı insanlarsınız. Heç bir şey etmədən, çox vaxt belə tələbələrimiz olur da, magistrda da, hər bir sektorda. İnsan heç bir şey eləmir, yəni adam heç bir şey eləmir, sonunda deyir ki, filan kəs məndən çox bağlayır. Təbii ki, burada türklərin bir sözü var, çox istəyən yox, nə bilim, bədəlini ödəyən var. Onun kimi bir şey. Hamımız bugünkü gün nələrəsə görə əziyyət çəkirik. Hamımız. Mən müəllim olaraq əziyyət çəkirəm, sən nə bilim başqa sektorda əziyyət çəkirsən, hamı özündən nələrisə fədakarlıq etməlidir, nələrisə verməlidir ki, qarşılığında nəsə alsın. Heç kimi həqiqətən uğuru, nə bilim diplomu, işi oturduq və gətirib vermirlər təəssüf ki. Belə. Bu belə. Bax bura qədərin bitirdik. Əla. Lalə də bizim magistr tələbəm olub. İnşallah ki, sentyabrda magistrdə oxuyacaq. Səni bir daha təbrik edirəm, fürsətdən istifadə edib. Çox sağ olun müəllim, təşəkkür edirəm. Xoşdur. Sonra bax bura qədər hamısını danışıb qurtarmışıq. Baxın düz buradan bax bura qədər hamısını danışıb qurtarmışıq. İndi gəldik bura. Burada maraqlı bir dənə kompüterin arxitekturası və strukturunu bir-birindən necə ayırd edə bilərik? Bu sizə necə düşəcək? Sənə durub arxitektura və struktur haqqında uzun-uzun cümlələr tələb etməyəcək təbii ki. Sadəcə testə düşür. Struktur hansıdır, arxitektura hansıdır? Yəqin ki, hər birimiz bu struktur sözünü həyatımızda bir dəfə də olsa eşitmişik. Struktur sözü daha çox, belə deyək də, fundament sözü ilə sinonimdir sanki. Daha böyümə, şəxsən mənim ağlıma, bəlkə də səhv edirəm, şəxsən mənim ağlıma struktur deyəndə daha belə
Geniş anlayışlarda bir şeyin ən aşağısından, ən dibindən, ən fundamentindəndir. Bəs bunu niyə bu qədər qabardıram? Ona görə qabardıram ki, sizin də beyninizdə, yaddaşınızda qalsın ki, struktur daha böyük anlayışdır. Çünki kompüterin strukturu fikir verin nə deyir? Bu deyir ki, mən kompüterin hər tərkib hissələrini öyrənirəm. Həm də bu tərkib hissələrinin necə əlaqələnməsini öyrənirəm. Bax görürsən, tərkib hissələri və onlar arasında əlaqəni öyrənirəm. Amma arxitektura deyir ki, bu tərkib hissələrini yox, bu tərkib hissələrinin öz aralarındakı əlaqəsini öyrənirəm. Yəni arxitektura yalnız əlaqə öyrənmək üçündür. Struktur həm tərkibini, həm də əlaqəsini öyrənmək üçündür. İnşallah test tapşırığını özü görəsiniz. İndi testlər işləyəndə sizlə baxan kimi görərsən ki, hə, müəllim burada nə demək istəyirmiş. Yəni buna görə narahat olmayın. Daha sonra burada nə var? Neymanın 4 dənə prinsipi var. Belə baxanda ilk baxışda adama çətin gəlir. Amma həqiqətən oxuyanda görürsən ki, bu yazıq qeyri-adi bir şeylər demir. Elə hamının bildiyi bir şeylərdir. Bu nə deyir ki? Bu deyir ki, birincində kompüter proqram olunan maşındır. Bunu günümüzdə orta məktəbin 4-cü, 3-cü sinifində də öyrədirlər. Artıq 3-cü sinifdə oxuyan tələbələrə, uşaqlara aşlayırlar ki, insanın ruhu olduğu kimi, yəni insanı ruh idarə etdiyi kimi kompüteri də proqram idarə edir. Yəni bunu demək olar ki, hər birimiz bilirik, sadə bir cümlədir, üzərində qalmır. Kompüter proqram olunur. Yəni kompüter işləmək üçün proqram lazımdır. İkinci cümlədə deyir ki, kompüter ardıcıl ünvanlanan yaddaşa malikdir. Bunu əslində xırdalamaq yenə deyirəm sizə lazım deyil. Məsələn, mənim əlimdə 8 bit informasiya varsa, kompüter bunu 8 dəfə 1-1 qəbul edir. Yəni biri var 4 dəfə 2-2 qəbul edir. Bu paralel ünvanlanandır. Amma 8 dəfə 1-1 qəbul edir. Bizim kompüterlərimizin yaddaşına məlumat bu cür yazılır. Yenə də deyirəm, o qədər sizə lazım deyil. Artıqdır o məlumatlar. Bir dənə burada sizini də çaşdıra bilər. Ardıcıl sözünün yerinə bəzən görərsiniz ki, bunu silib qəsdən bura paralel sözü yazıblar. Dediyim kimi onu da 3 dəfə, 4 dəfə biz testləri təkrar-təkrar işləyəcəyik. Mən sizə izah eləyəcəm. İnşallah ki, əlavə dərslər salacağım. Ondan sonra bu şeylər sizi qorxutmayacaq. Üçüncü, maraqlı burada bir cümlə var. İndi siz magistr proqramından sizdə çox fərqlənir də. Magistrdan az da olsa yüngüllüyü var. Az da yoxsa yüngüllüyü var. Ən azı say sistemləri kimi böyük bir bəladan qurtarıblar sizi. Deyir ki, əmrlərlə verilənlər arasında fərq yoxdur. Çünki bu magistrda biz verilənlərin nə olduğunu öyrənirik, sizlə öyrənmirik demək olar ki. Bax, qısa şəkildə izah eləyim. Əslində qorxulu nəsə yoxdur. Verilən nədir ümumiyyətlə? Verilən sizin kompüterə verdiyiniz hər şeydir. Məsələn, klaviaturadan A hərfini sıxdınsa, sən bu A hərfini kompüterə verdin. Gələ, A hərfi götür. Plus da sən klaviaturadan A hərfini sıxanda həm verilən daxil etmiş olursan, həm də kompüterə əmr vermiş olursan. Neymanda bunu deyir. Deyir ki, sənin kompüterə daxil etdiyin verilənlərlə sənin kompüterə verdiyin əmrlər eyni şeylərdir. Elə bilin ki, bu nəyə oxşayır? Məsəl üçün, bir komandir öz əsgərinə deyir ki, get mənə su gətir. Bəlkə də həmin an komandirin içindən əsgərə əmr vermək gəlmir, ha. Prosta əsgər özündən böyük komandirdən qəbul etdiyi hər şeyi əmr kimi başa düşür. Bu da onun kimidir. Bəlkə də biz dostcasına kompüterə götürüb A hərfi daxil edə bilərik. Amma həmin dəqiqə kompüterin içindəki sistem belə qəbul edir ki, biz ona əmr veririk ki, A hərfi hanı, tap çıxart mənim üçün. Aydındırmı? Yəni biz əmrlə verilənlər arasında heç bir fərq görmürük və əmrlərə də verilənlər kimi baxa bilərik və onlar üzərində əməliyyat apara bilərik. Yəni sən bura götürüb Neyman arxitektura sözünü daxil etmisənsə, bu həm əmrdir, həm veriləndir, həm də sən bunun üzərində iş görə bilərsən. Yəni bunu qırmızı rəngə boyaya bilərsən. Bu deməkdir sadəcə olaraq. Yəni bizim gündə etdiyimiz şeylərdir. Sadəcə burada informatika dilində yazılmış. Və ardıca da deyir ki, verilənlərin təyin edilməsi, yəni verilənlər üzərində gördüyünüz bütün işlər və yaxud da verilənləri qəbul edən, yəni üzərində iş görən aparat deyil. Çünki bu günə qədər, yəni dünya yaranından demək olar ki, qurğu var. Yəni dəmir parçası var, hər hansı bir alətlər var. Amma o alətlərin heç biri ilə biz götürüb Neyman sözünü qırmızı yaza bilməmişik. Amma proqram ortaya çıxandan sonra biz Neyman sözünü qırmızı yazmışıq. Ona görə deyir ki, verilənlər üzərində iş görmək aparatın yox, nəyin işidir? Proqram işidir. Yenə də deyirəm, bir-birindən sadə 4 dənə cümlədir. Sadəcə, belə deyək, elmi dildə yazılıb deyə biraz insanın gözündə qəribə görünə bilər.
Amma bu şeyləri test üzərində özünüz görəsiniz inşallah. Test üzərində görən kimi tapmaq olur. Çünki insanın hər şeydən əlavə birinci göz yaddaşı deyilən bir anlayış var. Ən azından göz yaddaşımızda qalacaq. Daha sonra burada nə deyir? Neymana görə kompüterin strukturu. Yəni Neymana görə kompüter iki hissədən ibarətdir. Yenə də buna biz loru yanaşsaq, istər kompüter, istər paltar yuyan maşın, istər nə bilim, kondisioner, bütün qurğuların adi sürdüyümüz maşınlar, bütün qurğuların demək olar ki, iki hissəsi var da. Bunun bir çölü var, yəni xarici hissəsi var, bir də mərkəz hissəsi var. Kompüterdə eyni cürdür. Yəni iki hissədən ibarətdir. Bir mərkəzi hissəsi var, bir də kompüterin periferiya sözü deyiləcək. Xarici sözün yazmırlar. Periferiya xarici deməkdir. Rus dilində nəsə elə bir pıla başlayan xarici söz var, yadıma saldım. Bəli, mərkəzi və periferi hissə. İndi buradan sual necə ola bilər? Sənə hər hansısa bir qurğu göstərilə bilər. Bax, bu gördüyünüzün içindən hər hansı bir qurğu verilə bilər. Soruşa bilər ki, tap görün bu kompüterin mərkəzi hissəsinə aiddir, yoxsa xarici hissəsinə aiddir? Bu da çox sadədir. Mikroprosesor, inşallah gələn dərs keçəcək bu vaxtda sizə çox qəşəng məlumat verəcəm. Mikroprosesor kompüterin beynidir. Yəni insanı idarə edən onun beyni olduğu kimi kompüterdə idarə edən onun mikroprosesorudur. Təbii ki, beyin dediyimiz anlayış harda olmalı? Daxildə olmalı da. Beyin deyən adamın ağlına içəridə olan bir orqan gəlir. Daxili yaddaş, heç bunu sorğu-sual etməyə ehtiyac yoxdur. Daxili yaddaş kompüterin daxilində olur. Keçdik xarici hissəyə, periferiya hissəsinə. Burada təbii ki, daxili yaddaşın əksinə olaraq xarici yaddaş xaricdə yerləşir. İdarəetmə pultu. Bunu magistr tələbələri dəfələrlə səhv yazıblar. Amma mən hər zaman nə deyirəm? Deyirəm ki, hər şeyi qoyduq kənara, evdə bu dəqiqə hamı evdədir, Allah şükür. Evdə isə baxaq görək kompüterin, daha doğrusu kondisionerin pultu hardadır? Nə bilim, televizorun pultu hardadır? Pult hər şeyi kənardan idarə etmək üçün nəzərdə tutulmuş bir qurğudur. Ona görə pult kompüterin mərkəzində ola bilməz. Bu prosesin gedişat zamanı belə deyək, sistem tərəfindən belə deyək, kompüteri proses idarə etmək üçün, yəni xaricdə olmalıdır pult. İnşallah birazdan daxil etmə və xaric etmə qurğuları haqqında danışacağam. Özünüz şahid olasınız ki, o qurğuların kompüterin içində yerləşməsi qeyri-mümkündür. Ən azından burada xaric etmə sözü var. Yəni xaric sözü var. Xaric sözü varsa düşünmədən bu kompüterin xarici hissəsinə aiddir. Belə, Neyman deyir kompüter iki hissədən ibarətdir. Mərkəzi və periferiya. Bu qədər sadə. Mərkəzdəkilərin də yerini bilsən, xarici də bilsən, buradan səni çaşdıran heç bir sual ola bilməz. Bax belə. Davam eləyək. Deməli, burada belə bir şey var. Kompüterin qabarit ölçülərinə və məhsullarına görə təsnifatı. Sizcə, bax burada, bu yazılışda mən hansısa bir səhvə yol vermişəmmi, yoxsa düz yazmışam hər şeyi? Cavablaya bilərəm. Buyur, buyur. Çox böyük kompüterlər məncə daha öncə gəlməlidir, Ay sonra sağ ol, böyük bəli, kompüterlər. bəli. Bax, bu nədir? Sadəcə səndən soruşacaq ki, yəni qabarit sözü bizdə qabarmaq sözündəndir, həzm deməkdir, yəni böyüklük deməkdir. Soruşacaq ki, kompüterlər qabarit ölçünə görə neçə cür olur? 5 cür olur. Mikro, kiçik, orta, böyük və çox böyük olmalı. Niyə görə bunu belə yazmışam? Çünki bəzən bunu bizdən necə istəyirlər? Düz imtahanda bugünə qədər görmüşəm, amma proqramda varsa soruşa bilərlər. Bəzən deyir ki, bunu düz. Kiçikdən böyüyə düz, böyükdən kiçiyə düz. Bəli, və bunu məncə müəyyən etmək çətin deyil. PowerPoint proqramını keçəndə inşallah bəlkə də əksəriyyətiniz bilirsiniz. Orada slayd obyektlərinin nümayiş olunma sürəti var. Bax, o da bu cürdür. Çox yavaş, yavaş, orta, sürətli, çox sürətli. Ümumiyyətlə bu 5 cür təsnifat hər zaman belə olur. Ən aşağı, aşağı, orta, yuxarı, çox yuxarı. Yəni bir orta olur, ikisi bunun ortanın yuxarısında, ikisi ortanın aşağısında olmalıdır. Belə. Daha sonra, qorxmayın, bugün sizi çox yormaq fikrim yoxdur. Ümumiyyətlə, mən sizi çox yormayacağım, öz şahidi olasınız. Çalışacağım ki, dərslərin 85-90%-ni elə biz dərsdə öyrənək. Çox yorucu olmasın, sıxıcı olmasın. Hər dərs digərindən, belə deyək, daha maraqlı keçməli ki, biz həqiqətən öz məqsədimizə çatmaq üçün tabii zülm çəkməyə də, nə olsun, insan məqsədinə çatmaq əziyyət çəkməlidir, amma da zülm çəkməyə də ehtiyac olmasın.
Kompüterlərin əsas xarakteristikaları. Baxın, necə ki insanı insan edən xüsusiyyətlər onun xarakterləridir. Biz də kompüter alırıqsa, bu kompüter bizim işimizə yaraması üçün bu 7 dənə kompüter xarakteristikasını ödəməlidir. Bunlardan biri deməyək, indi əksəriyyəti deyək də. Bunların əksəriyyəti əgər öz belə deyək, funksiyasını düzgün yerinə yetirmirsə, avtomatik sənin kompüterin işində indi qiymətini qoyuram kənara. Yerdə qalanlar əgər öz göstəricisindən aşağıdırsa, kompüter işində avtomatik axsama baş verir. Bəs sual nədir? Sual budur ki, bax bizdən soruşacaq. Aşağıda qeyd olunmuşlardan hansı kompüterin əsas xarakteristikasıdır və yaxud əsas xarakteristikası deyil? Məsəl üçün, bax bu nəyə oxşuyur? Elə bilin ki, hər hansı X bir şəxs adamın sənin yanında adını çəkirlər. Deyirlər o necə adamdır? Onun hər hansı bir dənə xasiyyəti avtomatik digər xasiyyətlərini hər zaman kölgədə qoyur. Yəni hamıya qarşı mehribandırsa deyərsən ki, mehriban adamdır. Hamıya qarşı pissə deyərsən ki, yalançıdır. İndi kompüterin əsas xarakteristikaları məsəl üçün götürəkmi? Tutaq ki, mən bir kasıb adamam. Lap varlı adamam. Fərq eləmir də bir adamam. Sabah gedirəm kompüter almağa, İrşada, Kontaktda və s. Şəxsən mənim üçün kompüter alanda bu 7 xarakteristikadan biri digərlərinin hamısının önünə keçir. Kim deyər, sizcə hansıdır o? Yaxşı baxın. Nəyi? Əmrlər sistemi. Yox, yox. Biraz elə ki, insan öz vəziyyətini də Qiyməti. nəzərə alsın. Qiymətli, Nəyi? qiymətli. Ay sağ olun, bəli. Başa düşürəm. Təbii ki, bunlar hamısı necə deyim, önəmlidir. Təbii ki, önəmlidir. Amma biz biraz loru yanaşırıq da, özümüzə sərf elədiyi kimi yanaşırıq. Bəli, qiyməti. Yəni mənim əlimdə 1000 manat pulum varsa, gedib 5000-lik kompüterin xarakteristikasına maraqlanıramsa, bekar adamam da demək kimi. İndi nə işimizə yaradı bu? Götürüb mən buradan sizin dediyiniz o qiymətli sözünü yazıram. Qiyməti. Aha, qiymətli yazacaq, amma qiyməti yazmayacaq. Bu D olacaq. Elə bil ki, bu qiyməti sənin cibinə uyğun olanda avtomatik digər xarakteristikalar üçün bir qapı açılır. Digər xarakteristikalar bir-bir necə deyirlər, corab söküyü kimi gəlir. Bax, bu Q elə bunun qiymətidir. I bunun işləmə sürətidir. Y bunun yaddaşıdır. M bunun məhsuldarlığıdır. Ə bunun əmrlər sistemidir. Hesablama dəqiqliyidir və iş etibarıdır. Bu qədər sadə. Sən bu hekayəni yadında saxlasan ki, bir şəxs kompüter almağa gedəndə ilk növbədə onun qiymətinə fikir verməlidir. Və ondan sonra bütün xarakteristikalara öyrənməyə haqqı var. Sadəcə bunu hərfləsən, bütün cavabları tapmış olasın. Bu qədər sadə. Bir nömrəli dərs öyrənməyin qaydası o dərsləri hekayə formasına salmaqdır. Siz sadəcə bu hekayələrin ucundan qulağından yadda saxlayın ki, testləri mütləq şəkildə öyrənsiniz. Nəsə sualınız var? Buyurun, kimsə nəsə dedi. Aha. Belə, buradan son bizim bir dənə məsələmiz qaldı. Fərdi kompüterin təsnifatı. Yəni, fərdi kompüterin təsnifatı deyəndə fərdi kompüterlərin növü. İnşallah ki, imtahanda qarşınıza çıxa bilər ki, kompüterin hansı növləri var. Yenə də baxın, yenə də mən bu elmi cümlənin üzərinə bir dənə xətt qoyuram. Yəni, bura baxsaq, biraz beynimiz qarışar. Yenə açıram buradan balaca bir ağ lövhə. Gəlin, hamımız xatırlayaq. Yəni, bilənlər, bilməyənlər bir-birimizdən nəyisə öyrənək. Deməli, günümüzdə yadda saxlayın ki, kompüterin 6 növü var. Yəni, ən azından test imtahanında belə tələb edirlər. Bu kompüter növünü öyrənmək üçün sadəcə gözünüzün qabağına gətirəsiniz. Başqa nəyəsə ehtiyac yoxdur. Heç bir dərs də öyrənməyə ehtiyac yoxdur. Necə? Birinci kompüter növünü necə yadda saxlayasınız? Böyükdən, yəni həcm olaraq qabarit ölçüsünə görə düzəltdik. Deməli, ən böyük hansıdır? Fərdi kompüterlər. Yəni, bu stol üstü kompüterlər gedir. Hansı ki, bunun sistem bloku, monitoru, klaviaturası var. Yaxşı, siz mənə deyə görün, bu stol üstü kompüterdən biraz daha balacası hansıdır? Yəni, ay, sağ ol, iş yerində stol üstü yoxdursa, nədən istifadə eləməliyik məcbur? Notebookdan. Əla, notebook. Bu notebookun biraz daha balaca versiyası var. Planşet. Yox, Netbook.
Yox, yox. Elə ki, notebookla planşet Planş. arasındadır. Netbook deyil mənim. Bəli, sub Notebook. notebook deyəcəyik biz ona. Notepad. Yox, sub notebook. Daxiləcən yazıram, yox, bunu da yazıram. Elə bilin ki, bunu qarışdırsaq, çünki bəzən tələbələr qarışdırır deyə deyirəm. Notebookla sub notebook. Bakalavrla sub bakalavr kimidir də. Sub bakalavr daha kiçikdir, bakalavr onun biraz üstüdür. Hə, uca sub notebookdan balaca nə qaldı? Planşet. Planşeti də biraz balacalaşdırırsam, olacaq cib kompüterləri. Cib kompüteri də balacalaşıb, necə deyirlər, adamın cibinə girir. Bu da olur smartfonlar. Smartphone. Düzdür, burada bu sub notebook sizi çaşdırdı. Çünki kitablarda elmi dildə elə yazırlar. 6 növü var kompüterin. Yadda saxlamanın qaydasında bir daha deyirəm. Gözümüzün qabağında canlandırırıq. Həcminə görə böyükdən kiçiyə düzürük. Stol üstü biraz balaca vurması. Baxıram, görürəm notebookdur. Onda balaca sub notebook. Sub notebookdan balaca nə qaldı? Planşet qalır. Ondan da balaca cib kompüteri. Ondan da balaca smartphone var. Bax belə. Kimin bura qədər sualı və ya çətin başa düşdüyü hər hansı bir hissə var? Üzr Yoxsa istəyirəm, çip kompüter deyəndə nə nəzərdə tutulur? bu polislərin falan əlində görərsiniz bəlkə. Gəl şəklini göstərim onu sizə. Vacib kompüterləri bunlardır. Açıq deyil, mən də istifadə etməmişəm. Yəni burada hardasa olmalı idi bir dəqiqə. Baxın bunlar. Mənim səhv etmirəmsə, cib notebookları artıq istehsal olunmur. Hə, olunmur, prosta bizim proqramda qalıb. Baxın bunlardır. Yəni kinolarda falan görmüşəm mən də bunu açığı. Bəzən bu səhv etmirəmsə bu Amerikada falan idi, hardasa bundan istifadə edir dövlətçiləri və s. O cib kompüterləri bunlardır. Telefona oxşayır amma telefon deyil. Aydındır, aydındır. Çox sağ olun. Buyurun, xoşdur. Son olaraq mən sizə burada daxil etmə və xaric etmə qurğuları haqqında məlumat verirəm. Onunla da bugünkü dərsimizi yekunlaşdırırıq. Baxın, burada gördüyünüz kimi üst-üstədən bir 20-yə yaxın qurğu var. Bu qurğuları oturub öyrənmirik. Yəni bu ingilis dili dərsi deyil ki, oturub mən burada bir-bir ekran görüntüsü tip kompüterdən deyirsiniz, yoxsa nəyi? Ölçmən. Bunu deyirsiniz də yəqin. Hə, burada daxil etmə qurğularını bir daha deyirəm. İngilis dili sözlər kimi oturub əzbərləməyə ehtiyac yox. Baxın, klaviatura nəyə görə daxil etmə qurğusudur? Çünki bunun işi mətn tipli informasiyanı kompüterə daxil etmək üçündür. Ona görə giriş qurğusu hesab olunur. Scanner kağız üzərindəki informasiyanı oxuyaraq kompüterə daxil edir. Web kamera görüntümüzü daxil edir. Bunu bəzən monitorla qarışdırırlar. Yəni kamera fikir verin də telefonu açan kimi biz avtomatik loru desək telefonun içində görünür. Yəni bunu edən kameradır, giriş qurğusudur. Mikrofon səsi daxil edir. Yenə də deyirəm bunu toyda gördüyümüz mikrofonlara baxıb aldanmayaq. Yəni insan elə başa düşür ki, çox vaxt yenə deyirəm magistrlar burada çalışır. Mikrofon əlinə götürəndə insanın səsi ucadan çıxır. Elə bilir ki, xaric edir. Xeyr. Səs çıxır kolonkadan. O səsi mikrofon bura ötürür. Yəni mikrofon daxil etmə, səs ucaldan, yəni kolonka xaric etmədir. Digitizer. Bunu çox vaxt müəllimlər və ya dizaynerlər istifadə edir. Hal-hazırda mənim əlimdə var Digitizer. Mən ekranı hal-hazırda qurğu vasitəsilə yazıram. Mən burada nəsə yazsam kompüterin kənarından mən dərsin izahını onsuz da sizə göndərəcəm. İstəsəz PDF-ləri də göndərərəm. Yəni bunları da göndərərəm. Problem deyil. Hə, Digitizer də daxil etmə qurğusudur. Mouse əmrlərimizi daxil edir. Yəni klik edirsən o daxil edir. Trackball mouse'un başqa versiyasıdır. Yəni bunlar. TV Tuner televiziya kanallarını kompüterə daxil etmək üçün istifadə olunur. Düz bunun hər hansı bir necə deyim təsəvvürə gətirə bilmirik. TV Tuner nədir? Bax burada var şəkli. Burada şəkillər sizə düşmür. Yəni bunları sizə göstərib beyninizi doldurmaq istəmirəm. Sadəcə bilin ki, bax keçən il yox, ondan əvvəlki magistr qəbuluna düşmüşdü. Yazmışdı ki, televiziya kanallarını daxil edir. Zaten bu TV-dən tutarsan ki, bu TV Tuner'dir. MIDI klaviatura da yenə də deyirəm, bax bəlkə görəsiniz, şəxsən mən görməmişəm. Bu səs yazma stüdyolarında falan olur. Bu televizorda falan görmüşəm. Bu belə bir şey deyil.
Siz buradan notları onun vasitəsilə daxil edirsiniz. Buradan da onu kompüter qeydə alır. Yəni bununla necə yadda saxlayırsan? Klaviatura sözündən ki, klaviatura məlumatları daxil etmək üçündür. Bax bu. Monitor mətn və qrafik tipli informasiyanı xaric edir. Printer aydın məsələləri xaric edir. Yəni hər şey kağız üzərinə çıxardır. Plotter bəlkə tanış olmaz sizə. Yolun kənarlarında gördüyünüz o böyük-böyük reklam lövhələri var. Hansı ki, məsələn biri maşın boyda olan bir kağızdır. Ona printerin gücü çatmır. Onu plotter A0, A1 kağızları vasitəsilə çıxardır. Proyektoru da hamımız görmüşük. Məlumatı hər hansı bir lövhə üzərinə əks etdirən qurğudur. Kolonka aydın məsələdir və qulaqcıqdakı nauşnikdir. Fikir verin, telefona taxan kimi oradakı səsi sizin üçün çölə çıxardır. Bir daha deyirəm, əziz tələbələr, bax bu sizin gözünüzü qorxutmasın. Heç bir halda əzbərləmirsiniz. Biz çay qaşığının funksiyasının nə olduğunu biliriksə, məsələn, bu yemək yemək üçündür və s. Eyni cür bunların da funksiyasını biliriksə, ən azı bir dəfə görmüşüksə, nə iş gördüyünü də avtomatik biləsiniz. Yoxsa mən bir daha deyirəm, təkrarçılıq olmasın. İngilis dili sözləri kimi qabağıma qoyun, bunu əzbərləyim ki, bu giriş qurğusudur. Xeyr, ehtiyac yoxdur. Sadəcə klaviatura deyən kimi adamın ağlına nələrsə daxil etmək gəlir. Bu qurğular isə iki funksiyalı qurğulardır. Həm daxil, həm xaric edir. Yadınızda saxlayın, bax açar söz deyirəm sizə. Adında kart olan bütün qurğular həm giriş, həm çıxış qurğusudur. Gələn dəfə dərsi buradan başlayacağam, izah eləyəcəm niyə görə bunlara həm giriş, həm çıxış qurğuları deyilir. Və modem olanlardan hamısı giriş-çıxış qurğularıdır. Touchscreen monitorda ki, sizin telefonlarınız, yəni bugünkü gün hamı demək olar ki, sensor ekranlı telefonlar yəni istifadə edir. Adi monitor sadəcə çıxış qurğusudur. Bu da adamı çaşdıra bilər. Touch, yəni toxunaraq idarə olunan monitorlar həm giriş, həm çıxışdır. WhatsApp-da ki, məsələn, nəsə yazırsınızsa, o zaman giriş funksiyasını, məsələn, YouTube-da nəyəsə baxırsansa, o zaman həmin o ekran çıxış funksiyası yerinə yetirir. Görürsən, ona görə həm giriş, həm çıxış olur. Bu qədər. Linkin vaxtı qurtardı. Bugünkü dərsimiz bu qədər. Hər zaman dərsimiz belə keçəcək. Öz qoşulub görə bilərsiniz. Sizi yoracaq hər hansı bir nüanslar olmayacaq. Nəsə sualınız var mənə? Heç bir sualımız yoxdur müəllim. Sağ olun izaha görə. Xoşdur. Gecəniz xeyrə. İnşallah növbəti dərslərdə Sağ görüşərik. olun. Yine de Sağ olun. teşekkür ederim. Sağ olun. Allah'a emanet. Buyurun. Sağ olun müəllim. Sağ olun.